Hacı Naxçıvani kimdir? Bu suala cavab vermək nə qədər rahat olsa, bir o qədər də çətindir. Hacı Naxçıvani Təbrizin böyük, sümüklü, qədər şəxsiyyətlərindən olubdur. O 18 Şəvval 1303 Hicridə Təbrizdə Hacı Əlabbas Naxçıvaninin evində işıq dünyaya göz açmışdır. 17 yaşa dolar dolmaz Möhrüban atası dünyasını dəyişib, Hacı Hüseyna böyük qardaşı olan rəhmətli Hacı Məmməd Ağa Naxçıvani ilə birgə bazara varid olub və ticarətdə çalışır. O cür bir elənçi qardaşda olmaq bunun gözünü daha çox açır, kitabla daha çox mənası olur, görür hər yer kitabdır, əlyazmadır, fərmandır, əksidir və bu da elənçi bir işlərə qol qoyur. Hacı Hüseyna bu günə qədər bir çox yazılar özündən yadigar qoymuşdur. Hacı Hüseyna Naxçıvaninin birinci işi ki çapa gedir, öz dayısı olan Şəmsul Hükemal ləqəbi daşıyan rəhmətli Mirzə Əlixan Ləli İrəvani Təbrizinin divanı idi. Həmin divan sonralar dönə-dönə gözəl-gözəl mənzərələrdə çap və yayılmışdır. İkinci əsər ki, Hacı Hüseynadan görürük, Toqiat-ı Kəsrə Ənuşirəvandır, o çap olubdur. Üçüncü əsər Məvaddü't Təvarixdir ki, özlüyündə çox nadir və samballı bir əsərdir. Dördüncü əsər də ki, Hacı Hüseynadan bu günə qədər çap olubdur, Sehir Məqalə adında bunun məqalələridir. 4 dənə əsərdən çox da onun yerdə qalan əsərləri olmuşdur. Onları mən belə sıralaya bilirəm. Çoxlu məktublardır ki, bunlar özləri yığışsalar bir dəftər olar. Öz dostlarından, tay-tuşlarına, o dövrün danışməndi şəxsiyyətlərinə yazmışdı. Biri odur. Bir dəftər Hacı Hüseynanın nəqqaşılarıdır ki, onlar özləri bir yığışsalar bir yerə gözəl bir dəftər ola bilərlər. Bu iki. Üçüncüsü bunların mütəfərriqə yaddaşlarıdır, bir para şeirləridir. Bunlar özləri də bir dəftəri ehtiva edərlər. Dördüncüsü Sehir Məqalədən əlavə yerdə qalan məqalələrdir ki, ora daxil olunmayıbdır. Bunların bir qisməti xoşbəxtانه dəyərli qrup dərgisinin 31-ci şumarəsində vurulubdur. Və nəhayət Hacı Hüseynanın kitablarının fihristidir. Bu da iki cildə yerləşə bilər. Yəni bir cild əlyazmalar ola bilər, bir cildə də daşbasmalar və ya sorğularla məmulu çaplar. Yəni biz bunda görürük ki, Hacı Hüseynanın çap olmamış əsərləri daha çox çap olmuş əsərlərindəndir. Ümid edirik ki, bunlar da inşallah bir günlər yekunlaşsınlar, çap olsunlar. Belənci bir böyük şəxsiyyət bir günün mislin olanda, yəni dərvaqi 1352-ci ilin İsfənd ayının 5-ci günü öz evində Tanrının rəhmətinə qovuşub, böyük qardaşı olan Hacı Məmməd Ağa Naxçıvani və öz oğlu Möhsün Naxçıvaninin yanında Təbrizin Tuğbaiyə qəbristanında üzün qara torpağa qoyur. Təəssüflər olsun ki, bu dünyasını dəyişəndən bir neçə il sonra ora naşiyanə surətində aradan qaldırılıb, götürülür və bunun da əsərləri məzarı, qardaşı Hacı Məmməd Ağa və onlar böyük şəxsiyyətlərimizə topraqla bərabər olub itir batır. Xoşbəxtانه son illər bunların iki qardaşın o təqribi məzarlarına bir daşı qoyulubdur. Ruhu şad olsun, sizi torpağı sanı yaşayasınız.
Bura Tərbiyyət Xiyabanının Kəribasi küçəsində mənzili bizimdir ki, biz burada yaşamışıq. Naxçıvani xandanı, 4 həyət bir-birinə yapışıqlı evlərdə və tənha qismətdir ki, alan dar həqiqət qalır bu surətdə ki, görürsünüz. O böyük həyətimiz o pasaj mərkəzi xəriddir və Hacı Hüseyn orada yaşardı və bizimlə bahəm 3 həyət bir-birinə qarışıq. Mütəəssifanə indi o əsl həyətdən ki, 1308-də özü bina eləmişdi, bir əsəri o surətdə qalmır. Vəli xub, nəmahay biruni xiyabanı tərbiyyət üst təbəqələrdə görünür ki, əksərən isticari həmən hacaydı, idarat o daruylər, kif o kəfş zənan bir zaman tərbiyyətdə bursudur və dəqiqən ruberuy Melk Əmlak mərhum Hacı Məhəmməd Naxçıvani ki, o da o tərəfdə evləri var idi, qərar tapıbdı. Bu ev içi biz indi gəlmişik, qonağıq, burada film götürürük. Azərbaycanın qədər şəxsiyyətlərinin birisi olan maarifpərvər şəxsiyyətimiz rəhmətli Hacı Hüseyn Naxçıvaniyə mütəlliqdir. Hacı Hüseyn Naxçıvani Təbrizin sümüklü və boşqaba qoymalı şəxsiyyətlərinin birisidir. Onun özünün neçə dana məqaləsi olub, neçə dana kitab olub, tərcüməsi olub. Öz dililiyində, həyatında minlər cildi kitab, çox taysız kitablar ki, dünyada onların dincəsi bəlkə də olmayıbdı, öz həyatında Təbrizin Milli Kitabxanasına təqdim eləyibdir. Təəssüflə bu günə qədər bu böyük kişinin haqqında ağzı yandıran bir iş görülməyibdir. Bu ev ona görə önəmlidir. Burada İbn Sinaların, Hacı Nəsirəddin Tusilərin, Həkim Füzuli Bəğdadinin, Həkim Ləlinin və böyük qədər şəxsiyyətlərimizin ruhları gəliblə Hacı Hüseynlə qovuşublar. Ruhu şad olsun, adı qalarcı olsun. Bir gün mütməinəm ki, bu abidə, gözəl abidə bir mövzuya çevriləcəkdir. Bu evə həkimləri gəlibdir. Azərbaycanın qədər şairlərindən birisi olan Azərbaycanın satira şairi gəlibdir. Niyə ki, Hacı Hüseynın o daisi idi. Ona görə mən burada çox ehtiyatla danışıram, ehtiyatla yeriyirəm. Bəlkə onların ruhları diskindir. Hacı Hüseyn indi mən bilirəm ki, elə ruhu burada bizə nazirdir və yenə axtarış qismətində axtarır. Ona görə mən ayaqlarımı o kişinin ehtiramına görə burada dərə-dərə gedirəm. Ruhu şad olsun. Xub, biz bu peşələr muzasını ki, tərrah edirdik. Burada bütün Təbriz rukn əsli ticarətidir, bazarı. Ona görə biz gərək bir dənə də bir hücrəmiz olaydı ticarətxanaya görə. Xub, Təbrizdə tacirimiz çoxdur, sədəqəyanlar, məmədanlar, kumpanlar, kəlkətçilər çoxdurlar. Bəli, biz gəldik, rəhmətli Hacı Hüseyn və onun qardaşı Hacı Məhəmməd ağanın hücrəsini intiqab elədik, bazı eləyək. Belə haldır ki, bunlar o beqeyrət ticarəti eləmişdilər, bir fərhəngi iş görmüşdülər. Kitablar nüsxələri xətti ki, İrandan qarət olmuşdu, getmişdi, bunları təhiyyə eləyib və gətiriblər və hediyə eləyiblər kitabxanaya millini bunyan-quzar ediblər. O fərhəngi işlərinə görə biz onlara ərziş qail edirik. Gəldik onların o Mirzə Şəhvidə bunların bir hücrələri ki var idi. Oradan bir itirari kəsb elədik, gəldik onu burada bazsaz elədik. Vəsail əsli ilə, orijinal vəsailləri ilə. Bəzi yerlərdə də məcbur olduq ki, bazsaz eləyək. Görürsünüz, telefonun şumarəsi burada 383-dür. Məndə bir dəftəri telefon vardı ki, o zamanınkidir. Elə yazıbdır ticarətxanə Hacı Məhəmməd Naxçıvani və bərabər Səray Mirzə Şəfi telefon 383. O dəftər telefondan biz o telefonu intiqab elədik, bu tablonu tərrah eləyəndə o telefonu yazdıq. Mizi, dəftər dəstəkləri, kağızları necə ki görürsünüz, burada onların o
əksəri kağızları, dəftərləri zadı ki vardı. Telefon işi var idi mizin üstündə. Hətta burada yaxından baxsınız, burada elə Hacı Məhəmməd Ağa Hüseyn ağanın möhrü vardı. Hacı Hüseyn ağanın möhrü elə burada qurfədə qoymuşuq ki, bundan istifadə elədi ticarətxanasında. Sərbərciləri ki, Hacı Hüseyn ağa Hacı Məhəmməd Ağa Naxçıvani elə ki burada vardı. Bunlar ambarlarından Mirzə Şəfidə mən o çaylar ki qutularda qalırdı bir tədadın. Biləxərə götdük, getdik burada bunlar. Rahat belə 120 il, 110 il bundan qabağın çaylarıdır ki, bunlar əslində çay taciri idilər. Və çoxlu vəsailləri ki, onlara mərbutudur. Bir də məsələn, o cəbə ki, burada görürük, bu cəbədə rəhmətli Hacı Hüseyn Akil əsnadları saxlardılar. Elə bu taxta cəbədə. Heç buna biz əl vurmamışıq, nə mərəmmət eləmişik, nə rəngin əvəzləmişik. Çünki bu elə onun əli ki dəyibdir, onların rəhmətliklərin əli ki dəyibdir, bizə çox mühüm idi. Və bunlar tüm nüsxəyi xətti yığmışdılar o zaman və çox bahalı və ərzişli bir nüsxələrdirlər və Kitabxana Milliyə hədiyyə ediblər. Biz səy eləmişik, bəzi nüsxəyi xətti iki məcmuəmizdə vardı, gətirək burada nümayişə qoyaq. Tüm bu hücrəni fəqət istəməmişik ticarətxanaya, çaya mülhəq eləyək, fəqət deyək, bunlar çay tacirlər. Bunları da qoymuşuq, gələnləri elə tozih verilir burada ki, bunlar böyük insanıdırlar və Hacı Hüseyn ağa rəhmətlik və Hacı Məhəmməd ağa bu iki qardaş əl-ələ veriblər. O kitablar ki, İrandan dediyim təkin qarət olub, yığıbla gətiriblər, hədiyyə ediblər bizim uşaqlarımıza ki, indi hamımız onlardan istifadə edirik. Allah rəhmət eləsin bilələrini. Mən eşitmişəm ki, onda mənim xaloğlum mənə deyirdi. Deyirdi, bu bidonun ki, böyük nənəsinin əhsi ola. O zaman onun böyük nənəsi, nənəsinin nənəsi. Bu birdən baxıbdır, məsələn, o nənə deyibdi ki, məsələn, Həsənin gözləri filənkəsi oxşur, ya filənkəsin bırni. Onların özü ilə onu çapıb, görən adamlar deyilmiş, eynən özü. Bu nəqqaşdır. Özü nəqqaşlıqda məharəti var idi. Özü çox mülayim adamdır. Xoş gördük əzizlər. Bugün Bəhmən ağanın imalçısı gəlmişdik dostlarla bərabər. Böyük maarifpərvərlərimizdən olan Hacı Məhəmməd ağa və Hacı Hüseyn ağa Naxçıvani, habelə milli sağlarımız Bağırxan və Ayətullah şəhidinin məqbələlərinə bir fatihə verək, yaxından ziyarət edək. Təəssüflə hər kəsdən soruşduq, deyirək ki, bura həmişə bağlıdır. Yazıqlar olsun ki, bizim böyük maarifpərvərlərimizə, böyük şəxsiyyətlərimizə ki, ölüləri də bir cür məhsur olublar. Var olun.